Son yoxlanışlarla birinci hissə başladı. Azərbaycan 1-ci liqasının Səbail Zaqatala görüşü. Səbail Zaqatala görüşü futbol saatı, futbol nəbzinin rəsmi YouTube kanalıyla canlı yayınlanır. Mikrofon arxasında da mənəm, Demirov. Qapqafanın yanından keçdi. Mikrofon arxasında da mənəm, Demirov, Hüseyin ağa. Və deyəsən Səbail küncdən zərbə vuracaq oyunun 27-ci saniyəsindən. Dənizçilər fan klubu da fəallaşıb. Elvin Məmmədovun yetirmələri Rüstəm Məmmədovun yetirmələrinə qarşı. Və qapçı yerindədir Amin Ramazanov, Zaqatalanın yeni golkiperi. Və qayda pozulur. Deyəsən Zaqatala komandasının futbolçusuna xəbərdarlıq olunur. Gəlin sizə baş məşqçiləri də təqdim edeyim deməli. Qonaq komandanın baş məşqçisi Rüstəm Məmmədov. Səbail komandasının baş məşqçisi isə Elvin Məmmədov. Artıq dənizçilər fan qələbə nəğmələri oxuyurlar. Onlar keçən mövsümü Premier Ligada keçirmişdilər və mövsüm 1-ci ligada oynuyorlar. İndi Səbaildən əksicim gəlir. Zaqatalanın futbolçuları topu uzaqlaşdırır. Və blok. İkinci dəqiqə gedir artıq görüşdə. Görəyinə baş verəcək Zaqatala. Rüstəm Məmmədovun yetirmələri. Pressing eləyir. Səbail əksicimə artıq addımlayır. Elvin Məmmədovun yetirmələri. Artıq oyunun 3-cü dəqiqəsi başlayır. Və top meydanı tərk edir və küncdən zərbə. Və 3-cü dəqiqə başlayır. Artıq Səbailin ikinci küncdən zərbəsidir. Üçüncü dəqiqədə görə hesabı aça biləcəkmi? Və etsin alınmadı. Blok Zaqataladan gəldi. Qayda pozulub. Pozulmayıb qayda. Oynamaq olar hakim bildirir. Və qapıdan zərbə Rəhşad Əzizli. Az saylı azarkeşlər də gəliblər. Səbailin azarkeş qrupu, dənizçilər fan. İndi Zaqatala təzyiq göstərir. Rüstəm
Rüstem Məmmədovun yetirmələri və top meydanı tərk edir. Out Səbail komandasında. Aha. Futbolçu yerde kaldı ama hakim bir etme yoktu. Aha, indi Zakatala. Eksizuma gelir. 5. dakika artık görüşte başlamak üzeredir. İndi Rüstem Məmmədov bir anlıq olsun belə sakit dayanmır. Futbolçularına yetirmələrinə tapşırıqlar verir. İnşallah Zakatala da Premier Ligada təmsil olunar və Amin yox, Rəşad Əzizli yerindədir. Pressing 6. dəqiqə başlayır. Oyunun tempi hələ də düşmüyor. Səbail qapısı ilə oynalı oldu. Səbailin əksizini başlayır. Azad keşlər yenə də fəallaşıb və qayda pozulub. Bildirmişti ki, hakim bildirir ki Səbail komandası qaydanı pozub. Ya 6. dəqiqə ikonlaşır. Yox, Zakatala komandası qaydanı pozmuşdu, hakim bildirir. Səbail cərimə zərbəsi vuracaq Səbail komandası. Yox, paslaşdılar sadəcə. Aha, blok gəldi. Zakatala komandasından yenidən Elvin Məmmədovun yetirmələri pressingi ələ keçirirlər. Və qayda pozlu və sarı verə olacaq deyəsən. 7. dəqiqə edir. Out Səbail komandasınındır. Out deyil, cərimə zərbəsidir. Artıq oyunun 2də 1 hissəsi geridə qalıb. Və görək Səbail Zakatala görüşündə nə cür qollar izləyəcəyik biz. Azərbaycan 1-ci liqasında bir-birindən maraqlı oyunlar bizim kanalımızdadır. Futbolçu zədə ala bilərdi. Qapıdan zərbə ilə Amin Ramazanov. Oyun 1 dəqiqə olsun belə dayanmır. Dokuzuncu dəqiqə başlayır. Aha, indi Zakatala pressing eləyir.
Aha, indi Zakatala görə nə edəcək? Sen ne edirsən Rəşad Əzizli yerindədir? Çox boşluqlar verir. Səbail amma Zakatala buna qarşı verə bilmir. Yəni qəşəng müdafiə xəttini yarsa da gol vura bilmir. Deyəsən yerdə qalan oyuncular var və hakim onları yanına çağırır. Sərbəst atış oldu. Aha. İndi Səbail əksicima. Aha, indi Zakatala görə nə edəcək? Oy, biz ne izleyirik? Biz ne izleyirik? Aman tanrım. Oy, az qala hesab açıla bilərdi. Zakatala'nın ilk tehlikeli zərbəsi və Zakatala Künçdən zərbə vurur. Künçdən zərbələrin də sayı 2-1 Səbailin xeyrinədir. 12-ci dəqiqə. Daha doğrusu 11-ci dəqiqə gedir. Mənim də dilim topuq vurur. Oyun o qədər sürətli gedir. Futbolçular bir-birini zədələyə bilərdi. Və qayda pozulur. Hakim bildirir. Yerdə qalan oyuncu var. Qonaqların heyətində. Keyfiyyətli oyun izləyirik belə baxanda. Və Futbol Saatının da rəsmi YouTube kanalına abunə olmağı unutmayın. Artıq 12-ci dəqiqə gedir. Az qala Zakatala hesabı aça bilərdi. Rüstəm Məmmədovun yetirmələri görək nə edəcək. Aha, indi Səbail əksicima gedir yenidən. Aha, qəşəng bir zərbə edəmə heç alınmadı. İndi Zakatala'nın özü əksicima gedir. Səbailin də əksicima gedir. Və out Səbailindir. Səbail gələnəcək. Görək Premier Ligaya qayıda biləcəkmiş Səbail komandası. Və boşluqlar verir Zakatala. Səbail isə bundan yararlana bilmir. Out. Qapıdan zərbə Amin Ramazanov. Artıq oyunun 2-1 hissəsi geridə qalıb, amma hələ də oyunda hesab açılmayıb. Biz nə izləyirik? Və qayda pozulub, yerdə qalan Səbailin oyuncusu var. Siz də bizim YouTube kanalımıza abunə olun ki, bu cür maraqlı oyunların yeganə ünvanı bir nömrəli futbol kanalınız, Futbol Saatı və Futbol Nəbzidir.
biz de çekiliş heyətimizlə yani Asko Arena'ya geldik. 2 saat bundan qabaq. Və deyəsən alt sakata alındı. Aha, görən nə baş verəcək? Sabah hücuma gedir. 15-ci dəqiqədir artıq görüşdə. Oyunda artıq 2-də 1 hissə geridə qalmaq üzrədir. Və o boyda yəni şansı qaçırdı Sabahil. Hesabı aça bilmədi və kameranı yaxın tutdu. Sən niyə belə tutursan? Yaxınlaşdır bir də. Və artıq 16-cı dəqiqədir. Fasiləyə kim yollanacaq? Gol kutu pozula biləcəkmi və top meydanı tərk edir. Qapıdan zərbə Amin Ramazanov üçün. Gəlin sizə yenə də baş məşqçiləri təqdim edeyim deməli. Səbail komandasının baş məşqçisi Elvin Məmmədov. Zaqatala komandasının baş məşqçisi isə Rüstəm Məmmədov. Və artıq Səbail komandasının 17-ci dəqiqədir artıq. Dənizçilər fan klubda Səbail sədalarını səsləndirirlər. İndi pressing olacaq. 18-ci dəqiqədir artıq. Oyunda 2-də 1 hissə geridə qalmaq üzrədir. Və qayda pozuldu. Səbail içərinə zərbəsi vuracaq. Azarkeşlər də fəallaşıb. Görək bu cərmə zərbəsindən Səbail nə edəcək? Paslaşdılar yenə də futbolçular. Top meydanı tərk edir və top meydanda qaldı ama top meydanı tərk edir. Out. Zakata alanında. Siz de bizim YouTube kanalımıza abone olmağı
unutmayın. Şimdi Zakatala pressing atıyor. Şimdi Sabahil yeniden hücuma atılır. Top meydanı terk edir ve top meydanı terk etmiyor. 19. dəqiqə gedir. Oyunda hələ də gol səsi yoxdur. Pas. Və heç nə alınmadı. İndi görək. Amin Ramazanov yerindədir. Birinci dəqiqədir. Sabahil indi Zakatala'nın hücumunu görebilirik. Ve Rəşad Əzizli yerində. Azarkeşlər də fəallaşıb. Görək Elvin Məmmədov birinci liqanın ötəliyindən gələ biləcəyini. En azından çempion olub yenidən Premier Ligaya vəsiqəni təmin edə biləcəklərini. Zakatala'nın indi hücumu başlayır. Pas. Zakatala pressing geliyor. Artık oyunun 2'de 1 hissesi geride kalıp oyunda elə ki gol səsi yoxdur. Zakatala Sabahil'in cərimə meydançasına girmişti. Hesabı aça bilərdi. Qonaq komanda. Sabah bizim kanalda Mingəçevir Şimal oyunu da olacaq. Top meydanı terk eləməyib. Və top hələ də qapıçıdadır top. Və qapıdan zərbə Rəşad Əzizli. 24-cü dəqiqə artıq başlayacaq. Oyunda artıq 2'de 1 hissə geridə qalmaq üzrədir. Bu cür maraqlı oyunlar birinci ligada davam edebileceğini.
Top meydandan çıktı ve out. Səbailindi. Şimdi Elvin Məmmədovun getirmələri. Oynayacaq. Siz de bizim YouTube kanalımıza abone olmayı unutmayın. 25. dəqiqə artıq başlayır. Oyunda artıq asta 2'də 1 hissə geridə qalmaq üzrədir. Gol səsi yoxdur. Hələ ki gol sükutunu heç bir komanda poza bilməyib. Səbailin əksicine devam edir. Pas. Artık 26. dəqiqəyə indi Zakatala'nın yeni bir hücumunu karşısına aldı Səbail. Mikrofon arkasında da mənəm Demirov, Hüseyin Ağa. Səbail hücuma gelir. 27. dəqiqədə başlamaq üzrədir. İndi Zakatala topu uzaqlaşdırır. Yenidən Səbailin futbolçuları topu ələ keçirdi, amma qayda pozulub. Səbail indi cərimə zərbəsi vuracaq Zakatalanın qarşısına. Yani ki belə baxanda buradan vurmaq olabilir ama biraz təsiri de var. Şimdi ki buradan gol vurmaq lazım. Artıq oyunun 2'də 1 hissəsi geridə qalmaq üzrədir. Biz 3'də 1 hissəyə doğru addımlayırıq. Sabah Mingəçevir Şimal oyununu izleyebileceksiniz. Ya top kapı tirine değdi. Kapının yanından bir balası yan geçti ama Amin Ramazanov'undu. Topu oyuna daxil eləyəcək. Qapıdan zərbə ilə oyun davam edir. Aha! Zakatala yenə də fəallaşır. Rüstəm Məmmədovun yetirmələri. Rüstəm Məmmədovu görürsünüz. Zakatala'nın çalıştırıcısı. Göre bu cümle ne çıkacak? İndi dənizçilər fanda fəallaşdı. Artıq onun 3'də 1 hissəsinə doğru addımlayırıq.
Azarkeşler həqiqətən Səbailin dənizçilər fan klubu fəallaşıb. Ya alt Səbailindir. Xeyr, alt zakata alanında. Siz de bizim YouTube kanalımıza abone olun. Siz de bizim YouTube kanalımıza abone olun ki sabah Mingəçevir Şimal oyununa bakabilirsiniz. Pressing olacak. Atılan zərbə ilə Rəşad Əzizli topu oyuna daxil edəcək. Səbail komandasının əks hücumunu izləyirik. Zakatala komandasının başlayıcısı isə Rüstəm Məmmədov. Səbail komandasının başlayıcısı isə Elvin Məmmədov. Əks hücuma gedir. Səbail və oyundan kənarı vəziyyət bayrağı havadadır. Azarkeşlər də fəallaşıb. Elvin Məmmədovu görürsünüz. Səbailin çalışdırıcısı. Və alt Səbailindir. Top meydandan çıxır. Yenidən alt Səbail komandasınındır. Aha! Səbailin növbəti ucunu izləyirdi ama yarımçıq qaldı. Yenidən alt kazandı. 32. dəqiqə gedir. Aha! Şimdi Zakatala əks hücuma gedir. Aha göre bu hücumdan ne çıkartacak? Zakatala'nın Nigeriyalı yarım müdafiəçisi. Rəşad Əzizli yerindədir. Artıq oyunun 3'te 1 hissəsindəyik. Amma hələ də gol pozulmayıb. Amin Ramazanov yerində. Qarabağın sabit golkiperi Zakatala icarəyə gəlib. İcarə əsasında Zakatala oynayır. Amin Ramazanov top oyuna daxil edəcək. Riskli hərəkətlər gəlir. Futbolçulardan out Zakatala'nda.
futbolçu orada qalıb. Sabahın futbolçusu hakim onu indi gördü. Zaqatalanın oyuncusu, Zaqatalanın futbolçusuna ise xəbərdarlıq olunur. Hakim onun yanına getdi. Ama vəziyyət yaxşıdır. Qapıdan zərbə ilə oyun davam edir. Hələ də gol səsi yoxdur oyunda. Gol səsinin olmamağı. Hakim Rüstəm Məmmədova xəbərdarlıq edir. Sarı vərəyə verəcək. Yoxsa bəli, sarı vərəyə. Zaqatalanın baş məhkisi oyunun 35-ci dəqiqəsində sarı vərəyə alır. Gərgin anlara şahidlik edirik Asko Arenada. Futbol saati, futbol nəbzi olaraq çökmüş heyətimizlə gəlmişik. Sarı vərəyə Səbailin oyunçusuna. Sarı vərəklər havada uçuşur. Artıq oyunda oyunun 1/3 hissəsində 2 sarı vərək var. Yasan Rüstəm Məmmədov yenə də etirazını bildirir. Zaqatala cərmə zərbəsi vuracaq. Artıq onun 4/1 hissəsinə doğru addımlayırıq. Qayda pozuldu. Söyüp sevmək olmaz. Aynen. Ya Rəşad Əzizli Səbailin futbolçularının oynadı. İndi Səbailin əks hücumu başlayır. Məncə birinci hissə 0-0'la yekunlaşacaq. Çünki hər iki komanda iddialı oynuyor. Bu mövsümdə, yəni bu mövsümdən etibarən Zaqatala komandasının baş məşqçisi Rüstəm Məmmədov birinci sarı vərəyi aldı. Yəni birinci sarı vərək görən baş məşqçilərdən oldu mövsümdə. Top meydanda qalır hələ ki. Riskli hərəkətlər və Amin Ramazanov zədələnir deyəsən. Zaqatalanın qolkiparı ayağından zədə aldı biraz. Büdriyə gəzir.
out Səbail komandasındandır. Artıq oyunun 4'te 1 hissəsinə doğru addımlayırıq. Yani birinci hissədə hər şey var, amma gol sükutu pozulmayıb. Həkimlər korpusu meydandadır. Və Amin Ramazanov yaxşıdır vəziyyəti. Görək birinci hissəyə baş hakim nə qədər olacaq. Out Səbail komandasındandır. Və görək nə baş verəcək. Elvin Məmmədov da yetirmələrinə tapşırıqlar verir və Amin Ramazanov yerindədir. Çətinliklə də olsa topu tuta bildi. Və oyun davam edir. İndi Səbailin son hücumlarıdır. Birinci hissədə yəni hər iki komanda çox iddialı başlayıb, amma gol sükutu pozulmur nədənsə. Və oyundan kənar vəziyyət. Sarı vərəyə Nigeriyalı yarım müdafiəçiyə 3 sarı vərək var. Və 43-cü dəqiqə artıq başlayıb. Məncə hakim bir 3-4 dəqiqə əlavə edəcək. Azadkeşlər, şəhidlər ölməz, vətən bölünməz deyirlər. Allah şəhidlərimizi rəhmət eləsin və qazilərimizə də can sağlığı versin. Amin Ramazanov deyəsən yenə də zədələnib. Birinci hissəyə nə qədər əlavə olunacaq? Oyunun birinci hissəsinə 2 dəqiqə əlavə olunur. Birinci hissəyə 2 dəqiqə əlavə edilir.
Hakim mən gözləyirdim ki hakimlə 3-4 dəqiqə var eləyər, amma hakim 2 dəqiqə ilə kombinasiya elədi. Və Zaqatala hücuma gedir. Bravo! Oğuzhan! Zaka! Ay sen neyini çalacağım? Aman tanrım! Biz de izleyelim burada. Oy oy oy! Muhteşem oyundu. Ay 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 ay! Ne izleyelim biz burada? Zaqatala yenə də gol epizodunu qaçırır. Yani bu dərəcədə olmaz da. Bu dərəcədə olmaz da artıq. O boyda boşluq olan yerdə futbolçu qaça bilmir. Qayda pozulur. Ay ay ay. Heyif. Zaqatala cərmə zərbəsi vuracaq. Son 1 dəqiqə. O boyda zərbəni qaçırdasan axırda da görək nə olacaq. Basırlar azad keçlər. İkinci hissədə görüşərik hələlik.